Dostlar, bugün mən sizə danışmaq istəyirəm anginadan. Angina virus mənşəli də ola bilər, bakterial mənşəli də ola bilər. Məsələn, hər hansı bir virusa yoluxmusunuz, bilirsiniz ki, məsələn, qrip kimi xəstəliklər virusdan yaranır və bu virus mənşəli olanda onun müalicəsi başqa cür keçir. Amma bakterial mənşəli ən çox streptokok qrupundan olan və digər bakteriyalardan da ola bilər. Amma ən çox rast gələn streptokok qrupundan olan bakteriyalar törədir həmin o anginanı. Angina özü nədir? Buna tonzillit də deyirlər. Tonzillit yəni ki, tonzillaların iltihabı. Tonzilla harda olur? Boğazın arxa tərəfində tonzillaların üzərində qızarıqlıq, şişkinlik, ağ ər, yaxud da toçka-toçka, nöqtə kimi ağlar varsa, bu deməkdir ki, orada tonzillit, yəni xəstəliyi, angina biz deyirik buna, düzdür, amma adətən bunun əsl adı tonzillitdir. Yəni tonzillit varmı, yoxmu, həkim onu müəyyən edir. Bilirsiniz də, mən sizə demişdim ki, bir orqanın iltihabı və ya toxumaların iltihabı elmi dildə it şəkilçisi ilə, məsələn, qastrit, mədənin iltihabı, nefrit, böyrəyin iltihabı, tonzillit, tonzillaların iltihabı və s. Müalicəsi haqqında danışacağım digər video.